hökm verməkdə insan tələsməməlidir. Və əsas məsələ də odur ki, zənnlə insan hökm verməməlidir. Zənnlə insan hökm verməməlidir və bir şeylə qarşılaşdığı zaman öncə araşdırmalıdır. Öncə araşdır, bir şeydə zənnə qapandınsa, şübhəyə düşdünsə araşdır və ondan sonra ona hökm vermək asandır. Yoxsa sadəcə zənn etməklə, sadəcə ilk duyduğuyla, ilk gördüyünlə insan hökm verməz, qərar verməz, əksər hallarda düz deyil. Bir gözəl misal eşitmişəm bu haqda. Həqiqətən çox məntiqli, çox dəyərli bir misaldır. Deyirlər ki, bir gün bir uşağa, balaca uşağa, 4-5 yaşında uşağa 2 alma verirlər. Ya uşaq bağçasında, ya da yoldan kimsə uşağa 2 alma verirlər. Anası gəlir, uşağı evə aparır, görür ki, uşağın əlində 2 alma var. Elə bil ki, ana uşağa deyir ki, gət almanın birini ver, mən yeyim, tamağı keçir. Uşaq biraz anasının üzünə baxır, uşaq anasının üzünə baxır. Sonra 2 almadan da dişləyir, bundan da dişləyir, ondan da dişləyir. Sanki bu ananın xətrinə dəyir uşaqdan gördüyü bu hərəkəti ki, yəni sanki uşaq qıymır deyə ikisini də dişlədi ki, mənə verməsin deyə kimi tez uşağın hərəkətindən bunu düşünür və ürəyi qırılan kimi, yəni sanki içindən belə danışmağa başlayır ki, mən səni böyütdüm, bu qədər əziyyət çəkdim, sən mənə bir almanı qıymırsanmı kimi belə bir düşüncəyə qapanır və 2-3 saniyədən sonra uşaq anasını çağırır ki, anacan, ana, gəl bu almanı götür ginən dadına baxdım, bu daha şirindir. Ana baxır və çox kövrəlir. Çünki elə düşünürdü ki, uşağı sanki vermək istəmir, amma tam əksinə. Uşağın dişləməyində məqsədi o idi ki, daha şirin, daha dadlı olanı versin anasına. Ona görə ilk baxışda, ilk qarşılaşdığın şeylə həmən reaksiya vermək doğru deyil. Bəzi məsələləri gərək axtarasan, sübuta yetirəsən, araşdırasan. Hətta insan xata eləməsin deyə.